Bu gün balkonu uşaq otağı eləyəcək. Bu balkon elə boş-boşuna qalmışdı. Gəldim Efsetra Construction-a. Abda da otağımızı, zadımızı dizayn eləyib ustalara yolladılar. Düzdür, bu kafelər mütləq dağılmalı idi, amma maksimum dərəcədə. Balkon sökülmədən elə otaq abda düzəllənəcək. Kafelər hazırdır. Növbəti addım bu otaqdan balkona kombi çəkməkdir. Radiatorun durbaları yerləşdirildi. İndi də radiatorun yeri hazırlanır. Həblə bir problem çıxmışdı, gördüyünüz kimi pəncərələr yaman gündə qoydular. O vaxtda nəblə yellənir. Bunu düzəltmək lazımdır, yoxsa bütün otaq silkələnər. Buna görə də usta həblə dayaq profillər düzəltdi. Amma otağın dizaynına görə ilk öncə pəncərələrin yerləri dəyişdirildi. Çünki pəncərə 2 dənə tam ortada olacaq. İndi profil dayaqları qoymaq olar. Çip kələ kimi. Mebellər filan da gətirildi, tam otaq hazırlandı. Gəlin nəticəyə baxaq. Həqiqətən balaca bir məkanda çox ideal bir şey alındı. Qeyd edim ki, dizayn və təmir işlərini Efsetra şirkəti həyata keçirdi, amma belə praktik işləri yalnız tam ev təmiri zamanı edirlər. Ancaq bu cür ideyanı bəyənənlər üçün dizayn variantını təqdim edə bilərlər. Həqiqətən hər şey möhtəşəm oldu. Efsetraya dərin minnətdarlığımı bildirirəm.